Bir gün evli cütlüklər gecə-gecə yol ilə gedirdilər. Bu yolda gedərkən qadın özü də bilmədən pullarını düşürür, amma heç hiss eləmir. Yaxında oturan qız uşağı bunu görür və tez tökülən pulları yığıb bunların arxasınca səslənir və gətirib o tökülən pulları bunlara təqdim eləyir. Evli cütlüklər buna baxıb çox təəccüblənirlər. Təşəkkürlərini bildirirlər ki, çox sağ ol ki, sən pulları gətirib bizə verdin. Amma görürlər ki, qız gözücü çay dəstgahına baxır. Oğlanın yoldaşı ərinə səslənir ki, pıçıldayır ki, bu uşaq deyəsən nəsə istəyir. Əri tez bu qız uşağının əlindən tutaraq çay dəstgahı olan yerə gətirir və bir stəkan çay alıb bu qız uşağına verir. Qız uşağı minnətdarlıq eləyərək stəkanı alır və yola düzəlib getməyə başlayır. Bunlar təəccüblənirlər ki, bu qız hara gedir? Çayı içmədi, bu çayı götürüb harasa gedir bu. Deyirlər, burada nəsə var. Bunlar da bunun arxasınca səslənirlər. Amma qız görürlər ki, cavab vermir, elə yoluna davam eləyir. Bunlar da düşürlər bu qız uşağının arxasıca, görək bu nə olan işdir. Görürlər, qız uşağı gəldi bir məhəllədə, köhnə bir binanın qarşısında oturan bir qoca arvad var. Bu qoca arvad da həmin bu qız uşağının nənəsi idi. Bu çayı gətirdi, nənəsinə verdi. Nənəsi çayı aldı, dedi, qızım, bu çayı sən hardan tapdın? Deyir, nənə, bir gözəl əmi ilə xala var idi. Onlar aldılar bu çayı, verdilər mənə. Nəvəsinin əlindən tutan nənə gördü ki, nəvəsi soyuqdan əlləri titrəyir. Dedi, qızım, bu çayı sən içkinən, sən soyuqdan titrəyirsən. Nəvəsi yalan danışmağa məcbur oldu. Dedi, nənə, mənə də çay aldı olar, mən içmişəm. Bu çayı da sənin üçün gətirmişəm, sən içkinən. Nənəsi dedi ki, bala, bu günü də Allah yetirdi, bir təhər yola verəcək. Amma qalan günləri, bu qışın soyuq günlərini necə yola verəcək, onun dərdi məni götürür. Mən özüm xəstə, pulum da qalmayıb ki, özümüzə bir isti paltarlar yatlar alaq ki, qışı keçirə bilək. Bu evli cütlüklər də kənardan durub bunlara qulaq asırdılar ki, görək bunlar nə danışırlar. Nəvəsi nənəsinə dedi ki, nənə, sən həmişə belə deyirsən, Allah Taala heç vaxtı ehtiyacı olanları darda qoymayıb. Bizi də güman eləyirəm ki, darda qoymaz. Nənəsi başını saldı aşağı, dedi, düz deyirsən bala. Bu söhbəti eşidən evli cütlüklər səssizcə qayıtdılar geriyə, bazara getdilər. Bazardan bunlar üçün isti paltar, ədyallar alıb geri qayıtdılar. Gətirib bu paltarları, ədyalları bunlara təqdim elədilər. Bunu görən yaşlı arvad göz yaşı içində dedi, bala, mən Allahın varlığını bilirdim, amma Allahı görməmişdim.
Allah Teala bu günləri sizi iki mələk qismində bizim qarşımıza çıxardı. Elə mən çox fikirləşirdim, dərd məni götürmüşdü ki, biz bu qışı necə çıxardacağıq? Mən özüm xəstə, pulum da qalmamışdı ki, bu nəvəmə, özümə heç olmasa bir isti pal-paltar alaq, bu qışın qalan günlərini birtəhər yola verək. Bu cütlüklər dedilər ki, darıxma nənə, biz bunları götürün, bir hissə pul da verdilər ki, bunlara al bu pulu da algınan dərmandan özünüzə ərzaqdan yaddan alarsınız. Dedi, nənə darıxma günan, biz burada yaxın yerdə yaşayırıq. Biz sizi heç vaxtı tək qoymayacağıq. Tez-tez sizi gəlib ziyarət edəcəyik. Darıxmayın, hər şey yaxşı olacaq. Bu gözəl qəlbli cütlüklər geriyə dönüb getdilər. Arxasınca iki dənə sevinən ruh qoydular. Allah onlardan razı olsun. Diqqətinizə görə çox sağ olun, minnətdaram.